Vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün sizlərlə Salur Qazanevinin yağmalandığı boyu həm oxuyub, həm də müzakirə eləyəcəyik. Görək bu boyda nədən söhbət gedir. İlk abzasda qeyd olunub ki, bir gün tulu quşunun balası, yazıqların ümidi, Amid soyunun aslanı, Qaracığın qaplanı, Qonur atın yiyəsi, Urus xanın ağası, Bayandır xanın kürəkəni, Qalın Oğuzun dayağı, İgidlərin arxası, Ulaş oğlu Salur Qazan yerindən durmuşdu. Yəni Salur Qazanın bunlar sifətləridir və burada diqqət yetirəcəyiniz Qonur atın yiyəsi, Urus xanın ağası, bir də Amid soyundan gəldiyinə diqqət yetirin. Bayandır xanın kürəkəni olduğunu əminəm ki, bilirsiniz. Deməli Salur Qazan yuxudan oyanıbdı. 90 otaqlı uca evlərini qara yer üzərində tikdirilmişdi. Qara böyük mənasında işlənilən bir sözdür tarixi zamanlarda. Böyük yer üzərində 90 otaqlı bir uca ev tikdirir. 90 yerdə böyük ipək xalı döşətmişdi. 9 qara gözlü, göyçə üzlü, saçı arxada düyünlənmiş, köksü qızıl düyməli, əlləri biləyindən xınalı, barmaqları naxışlı, gözəl kafir qızları qalın Oğuz bəylərinə şərab payladırdılar. Fikir veririksə, birinci abzasda görürük ki, kafir qızlarını Oğuz bəyləri şərab payladıbdır. Bunun eynisini də Qazan xan həyat yoldaşı Burla xatunu etmək istəyirlər, amma təəssüf ki, arzuları ürəklərində qalır. Necə edilmir, ona birazdan baxacağıq. Ulaş oğlu Salur Qazan içdi, axırda şərabın təsiri başına vurdu. O qaba dizləri üstünə çöktü, dedi: Sözümü dinləyin, səsimə səs verin, bəylər. Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qırıdı. Duraq gedək, a bəylər, ov ovlayaq, quş quşlayaq, sığın keyik yıxaq, qayıdıb otağımızda düşək, yeyib içib günümüzü xoş keçirək. Bu sözü deməsinə səbəb şərabın təsiri başına vurması oldu. Nəticədə bu sözü deyibdi. Yəni Qazan xan yuxudan durur, bir məclis yaradır, çoxlu şərab içir və şərab içdiyinin nəticəsində bu sözləri deyir ki, gedək ov ovlayaq, quş quşlayaq. Şərabın təsiri nəticəsində fərqli-fərqli işlər görən obrazlarımız da var. Misal üçün Hüseyn Cavidin İblis əsərində Arif şərabın təsiri ilə qətl törətməyə qədər gedib çıxır. Qıyas Səlcuqoğlu Dəli Dondaz, bəli xan Qazan, məsləhətdir dedi. İlk danışan Dəli Dondaz olur. Sonra Qaragünənin oğlu Qarabudaq da eyni şeyi deyir. Ağam Qazan, məsləhətdir. Onlar belə dedikdə at ağızlı, Aruz qoca iki dizi üstə çöküb dedi. Aruz qoca da Qazan xanın dayısıdır. Ağam Qazan, sası dinli Gürcüstan sərhədinə gedirsən. Qərargahının üstündə kimi qoyulsan. Deməli, buradan bu nəticəyə gəlirik ki, Aruz qoca Oğuzların, yəni Salur Qazanın evinin üstünə kimin qoyulması ilə bağlı bir narahatlıq, tədirginlik içərisindədir. Yəni biz getsək, öz qərargahını kimi qoyacaqsan deyə sual verir Qazan xana. Qazan xan da deyir ki, oğlum məndən getməyəcək, oğlu qalır evdə, oğlum Uruz 300 igidlə evimin keşiyində dursun. Qonur atını çəkdirildi, mindi. Dəli Dondaz təpəl qaşqa ayğırına mindi. Qazan bəyin qardaşı Qaragünə göy bədəvi atına tutturub mindi. Və beləliklə digər şəxslər də atlarına minməsindən söhbət gedir. Şir Şəmsəddinin haqqında informasiya diqqət yetirin ki, Bayandır xanın düşmənini məğlub edibdir. Bayandır xan da Oğuz elinin başçısıdır, rəhbəridir və Bayandır xanın düşmənini məğlub edən şəxs Şir Şəmsəddindir. Şəmsəddin atının adı Ağatdır. Atın adını əzbərləməyə ehtiyac yoxdur, amma Bayandır xanın düşmənini məğlub edən şəxsin kim olduğunu bilin. Əgər testə düşsə ki, Bayandır xanın düşmənini məğlub edib, bilin ki, söhbət Şir Şəmsəddindən gedibdir. Parasarın Bayburt hasarından sıçrayıb aşan Beyrək boz ayğırına mindi. Qonur atlı Qazana keşiş deyən Yeyrək duru ayğırına mindi. Yəni Qazana keşiş deyən obrazımız kim imiş? Yeynək. Atın da adı Duruymuş. Duru ayğırına minibdir. Saymaq istəsəm tükənən deyil. Qalın Oğuz bəyləri atlandırar və konkret bir ünvan adı var. Aladağa ova çıxdılar. İndi burada görək kimlər gedibdir. Qazan xan onsuz da gedəcək. Getməyən oğlu Uruzdur və 300 igidlə birgə evdə qalıbdır. Şir Şəmsəddin gedir. Beyrək gedir. Yeynək Duru gedir.
və bu üçünün adı çəkilir. Diqqət yetirəcəyimiz informasiyalar bunlar oldu ki, Yeynək Dudu ayğırına minibdi və Qazan xana keşiş deyən obrazdır. Şirşəm sədrində Bayandur xan düşmənini məğlub edibdi. Beyrək də Padasarın Baybur tasadından sıçrayıb aşan bir obrazdır. Əsas bu Şirşəm sədrinə Yeynək haqqında informasiyanı bilin kifayətdir. Və obrazlarımız hara ova gediblər? Aladağa ova çıxıblar. Kafirlərin casusu bunu gördü. Çuğul gedib Şöklü Məliyə xəbər verdi. Aha, bax burada bu söz bizi dayandırsın. Kafirlərin casusu Şöklü Məliyə Çuğul gedib. Yəni Çuğul xəbərçilik deməkdir, xəbər vermək deməkdir və biz bomba hekayəsində Kərbəlayı Zalın da çuğulçuluq etdiyini görürük. Deməli, bomba hekayəsi ilə Salur Qazanevinin yağmalandığı boyun ortaq cəhəti hər ikisində çuğulçu obrazın olmasıdır. Çuğul sözü sizə burada da diqqət yetirin və kafirin adı verilməyibdir. 7000 qaftanın arxası, cırıq, kəsik qara saçlı, sası dinli, din düşməni, alaca atlı kafir minib çatdı. Gecə yarısı Qazan bəyin düşərgəsinə gəldi. Gəlmə vaxtları nə vaxt imiş? Gecə yarısı. Kafirlər onun qızıl tağlı evlərini çalıb apardılar, çapdılar. Bu bir. Qaza bənzər qız gəlini çığırışdılar. Bu iki. Tövlə-tövlə atlarını mindilər. 3. Qatar-qatar qızlı dəvələrini yedəkləyib apardılar. 4. Qiymətli xəzinəsini. 5. Bol pulunu talan etdilər. 40 incə belli qız ilə boyu uzan Burla xatun əsir getdi. Bu 6. Qazan bəyin qarmış anası qara dəvə boynundan asılı getdi. 7. Bəs oğlu qalmışdı axı. Salı Qazanın oğlu Uduz bəy 300 yigitlə əli bağlı, boynu bağlı getdi və bu evin üstündə bir mübarizə olubdu. Birbaşa təslim olmayıblar. İlək qoca oğlu Sarı Salmaş Qazan bəyin evinin üstündə döyüşdə şəhid olubdu. Yəni, ilk Qazan xan bu 300 yigitdən, Uruzun tabeliyində olan 300 yigitin biri də İlək qoca oğlu Sarı Salmaş imiş ki, döyüşdə şəhid olubdu. Təbii ki də Qazanın bu işlərdən heç bir xəbəri yox idi. Qayıdarkən kafir deyir ki, bəylər, Qazanın tövlə şahına atlarını minmişik, qızıl gümüşünü talan etmişik, 40 igidlə oğlu Uruzu tustaq etmişik, qatar-qatar dəvələrini gətirmişik, 40 incə belli qızla Qazan xanın arvadını tutmuşuq. Biz bu heyfləri Qazana vurmuşuq. Yəni bir növ hesabatını deyir kafir. Ancaq digər də onun cavabını deyir ki, amma Qazan bəydə bir heyfimiz qalıbdır. Şöklü Məlikdə maraqlı gəlir. Deyir ki, ədə Aznavur nə heyfimiz qalıbdır. Yəni Şöklü Məlikin özünə də maraqlıdır ki, biz evini ta yağmaladıq da bundan o tərəfə nə ola bilər? Həmin kafir deyir ki, Qazanın Qapılı Dərbənddə 10.000 qoyunu var. Əgər gedib o qoyunları da götürsək, Qazana çox böyük ziyan vurarıq. Dedi. Şöklü Məlik də düşünür ki, çobandan qoyun almağa nə var? 600 dənə kafir getsin, qoyunu gətirsin. 600 kafir də qoşundan aralanır, atlanır və qoyun üzərində yürüyüş etdir. Və gedir ki, qoyunları gətirsin. Bu bizim ikinci epizodumuz idi. İndi keçirik üçüncü epizoda. Gecə yatarkən Qaraca çoban yuxuda qara qayğılı əhvalat gördü. Hövünlaq ayağa durdu. Qaban gücü və Dəmir gücü adlı iki qardaşının yanına çağırdı. Ağılın qapısını bərkitdi. 3 yerdə təpə kimi daş yığdı. Ala qollu sapandını əlinə aldı. Qazı çobanın üstünü qəflətən 600 kafir aldı. Yəni çoban bu hadisələri sanki hiss edirmiş kimi görürdü. Əgər Qazı çoban yatmasaydı, yuxuda bu hadisələri görməsəydi, bunlar da olmayacaqdı. Yəni yuxu keçmiş dövr insanlar üçün bir ismarıcı rolunu oynayıbdı. Biz bunu Qazı çobanda da görürük, Qazan xanın özündə də görürük. Kafir dedi, qaranlıq axşam olanda qayğılı çöpə, qar yağış yağanda od ocaqlı çoban. Bu fikrin eynisini Qazan xan da gələndə deyəcək, gələndə görəcəksiniz. Yəni bax bu misranı yadınızda saxlayın. Südü pendili, bol qaymaqlı çoban. Qazan bəyin qızıl tağlı uca evlərini biz yıxmışıq. Tövlə-tövlə şəhənatlarını biz minmişik. Qatar-qatar qızıl dəvəsini biz yedəkləmişik. Qarıcıq anasını biz gətirmişik. Qiymətli xəzinəsini, bol pulunu biz talan etmişik. Qaza bənzər qız gəlinini biz əsir etmişik. 40 igidlə Qazan oğlunu biz tutmuşuq. İncə belli qızla Qazan arvadını biz gətirmişik.
Eynən yenə yuxarıdakı köklü məlikdə kafirlər bir-birinə hesabat verir də. Burada da eynən kafirlər Qazi Çobanın hesabat verir ki, biz bunları eləmişik ki, Qazi Çobanın da gözü qorxsun. Ay çoban, uzaqdasan, yaxındasan, bəri gəl, baş endirib təzim et. Bizə salam ver, öldürməyək. Səni köklü məliyin yanına aparaq, bəylik alıb verək. Çoban dedi, bu fikirdə köklü məliyə məxsus deyil. Orada gələn kafirlərin fikridir ki, aparaq və ona bəylik alıb verək. Çoban da nə deyir? Boş-boş danışma, itim kafir. İtimlə bir yalaqdan yal içən azğın kafir. Altındakı alaca atını nə öyərsən? Ala başlı keçimcə görünməz mənəm. Başındakı dəbilqəni nə öyərsən, ay kafir? Başımdakı bölkümcə görünməz mənəm. 60 tutam nizəni nə öyərsən, murdar kafir? Qırmızı dəyənəcəyimlə görünməz mənəm. Qılıncını nə öyərsən, ay kafir? Əyri başlı çofkarımca görünməz mənə. Belində 90 oxunu nə öyərsən, ay kafir? Ala qollu sapandımca görünməz mənə. Uzaqdasan, yaxındasan, bəri gəl. İgidlərin zərbəsini gör, sonra get. Yəni deyir ki, sizin nə olsun qılıncınız var, güclü dəbilqəniz var. Mənim sahib olduqlarım sizin sahib olduqlarınızdan qat-qat önəmlidir və güclüdür. Kafirlər təklifsiz at təpdilər, ox səpdilər. İgidlər igidi. Qaraca çoban sapandının ağzına daş qoydu, atdı. Birini atanda ikisini, üçünü yıxdı. İkisini atanda üçünü, dördünü yıxdı. Kafirlərin gözünə qorxu düşdü. Qaraca çoban kafirlərin 300-ünü sapand daşı ilə yerə yıxdı. İki qardaşı isə oxlandı, şəhid oldu. Bax, burada oxlanıb şəhid olma məsələsini biz Səsli qızda da görürük. Orada Saranın nişanlısı da ox vasitəsilə şəhid olmuşdu. Bu da bu hissə ilə həmin hissə arasında bir uyğunluqdur. Həmçinin Qaraca çobanla bağlı Zəhər hekayəsində Daşdəmirin nitqində Qaraca çobanın adı səsləndirilibdir. Buna da diqqət yetirin. Çobanın daşı tükəndi. Qoyun demir, keçi demir, sapandın ağzına qoyur, atır. Kafiri yıxıldı. Kafirin gözü qorxdu. Dünya aləm başına qaranlıq oldu. Dedilər, arzusu gözündə qalsın bu çoban, birdən bizim hamımızı qırar. Daha durmayıb qaçdılar. Çoban şəhid olan qardaşlarını dəfn etdi. Kafirlərin leşindən bir böyük təpə düzəltdi. Çaxmaq çaxıb od yandırdı. Yapıntısından kəsib yandırdı. Qurumunu yarasına bastı. Deməli, Qazı Çoban özü də bir yara almışdı. Yolun əyrisini tutub oturdu. Ağladı, sızladı, dedi. Salır qazan, bəy qazan, ölüsənmi, dirisənmi? Bu işlərdən xəbərin varmı? Bu da bizim 3-cü epizodumuz olsun. 1-ci epizod Qazan xanın məclis qurması, Aladağa ova getməsi. 2-ci epizodumuz köklü məlik kafirlərlə gəlməsi, tutması və getməsi. Sonra yolda deyirlər ki, Dərbəndə gedək. 3-cü məclisdə isə Qaraca çobanın həmin kafirlərə qarşı gəlməsi. İndi keçirik 4-cü epizoda. Epizod yadınızda saxlayın, daha rahat olacaq. Sən demə xanım, o gecə qalın Oğuzun dayağı, Bayandır xanın kürəkəni, Ulaş oğlu Sarı Qazan yuxuda qarma-qarışıq əhvalat gördü. Hövünlaq ayağa durdu. Dedim, qardaşım Qaragünə, bilirsənmi yuxuda nə göründü? Qara qayğılı əhvalatlar gördüm. Gördüm ki, yumruğumda bir şahin çırpınıb quşumu əlimdən alır. Hündür evimin üzərində göydə ildırım çaxdığını gördüm. Qatı, qara dumanın düşərgəmin üstünə bürüdüyünü gördüm. Quduz qurtların evimi dəldiyini gördüm. Qara dəvəmin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə 10 barmağım qan içində gördüm. Bax, bunun eynisi başqa bir əsərdə də var. Şərh bölməsində qeyd edeyim. Bu yuxunu görəndən bəri ağlımı, huşumu yığa bilmirəm. Xan qardaşım, mənim bu yuxuma yoz mənim üçün. Deməli, yuxudan durub, üst tutur qardaşı Qaragünəyə və başına gələn hadisələri danışır. İlk olaraq, yumruğunda bir şahin çırpınıb, tutduğu quşu əlindən alıbdır. Hündür evinin üzərində ildırım çaxır. Qatı qara duman düşərgəsinin üstünü bürüyübdür. Quduz qurtlar evinin dəldiyini gördüm, hücuma keçibdir. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır, uzandıqca da gözümü örtür. Əllərimdə 10 barmağım qan içindədir. Yəni evini görür,
evinə hücum etdiyini görür və özünün saçının uzandığını, əllərinin də qan içərisində olduğunu görür. Qara günə deyir ki, sən o evinin üstünü örtən qara bulud, bax bu hissə sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qoşunundur. Saç qayğı dərdsəldir, qan qaranlıqdır, qalanını yoza bilmirəm, Allah yozsun. Bu yozma məsələsini də 2020 sınaq vəsaitində düşmüşdü uyğunlaşdırma kimi. Yadınızda saxlasanız nə xoş. Belə dedikdə Qazan dedi, mənim ovumu pozma, qoşunumu dağıtma. Mən bugün qonur atı çapıb 3 günlük yolu bir gündə gedərəm. Yurduma baş çəkərəm. Əgər salamatlıqdırsa, axşam olmadan yenə sənin yanına gələrəm. Oradakılar sağ-salamat deyilsə, başınızı çarə edin, mən daha getdim. Bununla da 4-cü məclis bitir. Qazan bəy qonur atını mahmızladı, yola çıxdı. Gəlib yurduna çatdı. Gördü ki, yurduna bir tazı qalıb, quzğun dolaşır. Qazan bəy burada yurdu ilə xəbərləşib görək, necə xəbərləşib, nə deyibdir. İlk olaraq yurdundan xəbərləşib. Qohum qəbiləli komam yurdum. Qulanla sığına, keykə qonşu yurdum. Səni düşmən haradan talayıb gözəl yurdum. Uca evimin tikilisi yurdu qalmış. Qoca anamın oturduğu yer də qalmış. Oğlum Uruzun ox atdığı nişan qalmış. Bu halı gördükdə Qazanın qara qıyıq gözləri qan, yaş doldu. Qanı damarlarında qaynadı, qara bağrı sarsıldı, qonur atını dizləri ilə vurub kafirin keçdiyi yola düşdü, getdi. Qazanın qarşısına bir su çıxdı. Su Allahın üzünü görmüşdür. Mən bu su ilə xəbərləşim. Görək xanım necə xəbərləşdi. Çağlayaraq qayalardan çıxan su, ağac gəmləri atıb tutan su, Həsən ilə Hüseynin həsrəti su, bağ ilə bostanın zinəti su, Ayşə ilə Fatimənin baxışı su, şahanə atların içdiyi su, qızıl dəvələrin gəlib keçdiyi su, çevrəsində ağ qoyunların yatdığı su. Yurdumdan bir xəbər bilirsənsə, de mənə, dərdli başın qurban olsun yurdum sənə. Su necə xəbər versin? Sudan keçdi. Bu dəfə bir qurda rast gəldi. Qurd üzü uğurludur, qurdla bir xəbərləşim dedi. Görək xanım necə xəbərləşdi. Qaranlıq axşam olanda günü doğulan, qarla yağış yağanda əl kimi duran, qaracıq atları kişnəşdirən, qızıl dəvə gördükdə inləşdirən, ağca qoyun görəndə quyruğu ilə qamçı çəkən, arxası ilə vurub bəlk ağlın ardını sökən, burma axta kök qoçaları alıb tutan, qanlı quyruq üzüb şapşapıdan, ulaşması köpəkləri təşvişə salan, əldə məşəl çobanları gecə vaxtı yüyürdən, yurdumdan bir xəbər bilirsənsə, de mənə. Dərdli başım qurban olsun qurdum sənə dedi. Təbii ki, qurd necə xəbər versin? Qurddan da ötüb keçir, gəlir qaraca çobanın qara köpəyi Qazan xanın qarşısına gəlir. Köpəklə xəbərləşir. Qaranlıq axşam olanda hav-hav hürəm. Tur şaydan töküləndə şap-şap içəm. Gələn yadı oğlunu qorxudan, hürməyi ilə qorxudaraq hürküdən, yurdumun xəbərini bilirsənsə, de mənə. Dərdli başım sağ olduqca yaxşılıqlar edim köpək sənə. Yəni əlacsız bir adamdır, əlac almağa çalışır. Yəni bunu qəlbə düşünməyin ki, niyə yurdla, suyla, qurdla, köpəklə danışır. İnsan əlacsız olanda hər yolu əl atır, dəstək axtarır, kömək axtarır ki, bu problemi həll olunsun. Qazan xanın da dəstəksiz, köməksiz olduğunu burada vurğulanmağa çalışılır. Köpək Qazanın atının ayağına atılıb düşür, zinc-zinc cigildəyir. Yəni köpək oynamaq istəyir. Və Qazan qamçı ilə köpəyə vurur. Köpək çəkildi, gəldi yolla getdi. Çünki Qazan xan o əhvalda deyil ki, köpəklə oynasın. Qazan köpəyi qovlayıb qadı çobanın yanına gəldi. Çobanı gördükdə xəbərləşdi, görək xanım necə xəbərləşdi. Qaranlıq axşam olanda qayğılı çoban, qarla yağış yağanda od ocaqlı çoban. Bax bu fikri eynisini kafirlər də demişdi. Qaranlıq axşam olanda qayğılı çoban, qar yağış yağanda od ocaqlı çoban. Eyni cümlələrdir, başlanğıcı eynidir. Səsimi anla, sözümü dinlə. Evimin buradan keçdiyini gördünmü? De mənə, dərdli başım qurban olsun, çoban sənə, dedi. Çoban dedi, ölmüşdünmü, itmişdinmi? A Qazan, harada gəzirdin, haradaydın? A Qazan. Burada önəmli bir informasiya var. Dünən yox, o biri gün evim buradan keçdi. Yəni 2 gün sonra Qazan xan
gəlibdi. Evin buradan keçdi. Qoca anan qara dəvə boynundan asılı keçdi. Hətta 3 gün deyərdim, çünki bu gün də daxil olmaqla dünən bir də o bir gün nəzərdə tutub deyir. 3 gündür ki, artıq hadisələr baş veribdir. Qoca anan qara dəvə boynundan asılı keçdi. 40 incə belli qızla arvadın, boyu uza burla xatun ağlayıb buradan keçdi. 40 igidlə oğlun, uruz, başı açıq, ayağı yalın, kafirlərin yanındaca dustaq getdi. Tövlə-tövlə atlarını kafir minmiş, qatar-qatar qızıl dəvələrini kafir yedəkləmiş, qızıl, gümüş, pul xəzinəni kafir talamışdı. Çoban belə deyərkən Qazan ah çəkdi. Ağlı başından çıxdı. Dünya aləm başına qaranlıq oldu, dedi. Ağzın qurusun, çoban. Dilin çürüsün, çoban. Allah sənin alnına bəla yazsın, çoban. Qazan belə deyəndə çoban dedi. Nədən anlayırsan məni, ağam Qazan? Yoxsa heç köksündə yoxmudur iman? 600 kafir də mənim üstümə gəldi. 2 qardaşım şəhid oldu. 300 kafiri öldürdüm, cəzasını çatdırdım. Sənin qapından bir kök qoyun, adıq toğlu da kafirlərə vermədim. 3 yerdən yaralandım, dərdli başım dumanlandı, yalqız qaldım. Günahım budurmu? Sonra çoban dedi, qonur atını mənə ver. 60 tumanlıq nizəni mənə ver. Alp alaca qalxanını mənə ver. Böyük iti polad qılıncını mənə ver. Ox qabından 80 oxunu mənə ver. Ağ tozluca tutacaqlı bərk yayını mənə ver. Gedim kafirin qolundakı şahinini öldürdüm. Paltarımın qolu ilə alnımın qanını silim. Ölərsəm, qoy sənin uğrunda mən ölüm. Allah qorarsa, evini mən xilas eləyim. Çoban belə dedikdə Qazan qəhərlənir. Yola düzəlib götürüldü. Çoban da Qazanın ardınca yetişdi. Qazan dönüb baxdı, soruşdu. Oğul çoban, hara gedirsən? Çoban dedi, ağam Qazan, sən evinin ailəni xilas etməyə gedirsən. Mən də qardaşımın qanını almağa gedirəm. Yəni Qaraca çobanın orada fikri öz qardaşının intiqamını almaqdır. Yəni Qazan deyir ki, sən öz evini xilas edirsən, mənim də bir niyyətim var, məqsədim var. Belə dedikdə Qazan xan soruşdu. Oğul çoban, qarnım acdır. Yeməyə bir şeyin vardırmı? Çoban dedi, bəli ağa Qazan. Gecədən bir quzu pişirib qoymuşam. Gəl bu ağacın dibində oturaq yeyək. Endilər. Çoban dağarcığını çıxardı. Yedilər. Qazan fikirləşdi, dedi. Əgər çobanla getməli olsam, qalın Oğuz bəyləri bunu başıma qaxınc edərlər. Çobanla olmasaydı Qazan kafirləri məğlub etməzdi deyərlər. Qazana qeyrət gəldi. Çobanı bir böyük ağaca sarıya-sarıya möhkəm bağladı. Atlandı, getdi. Çobana dedi, ədə çoban, qarnın acmamış, gözün qaralmamışkən bu ağacı qopar, yoxsa səni burada qurtquş yeyər. Qarlı çoban güc elədi. İri ağacı yeri ilə, yurdu ilə qopardı. Arxasınca alıb Qazanın ardınca düşdü. Qazan baxıb gördü, çoban ağacı arxasına alıb gəlir. Qazan soruşdu. Ədə çoban, bu ağac nədir? Çoban dedi, ağam Qazan, bu ağac ona görədir ki, sən kafiri basarsan, qarnın acar, mən də sənə bu ağacla yemək pişirərəm. Bu söz Qazana xoş gəldi. Atından endi. Çobanın əllərini açdı. Bir dəfə alnından öpüb dedi. Allah mənim evimi bəladan qurtararsa, səni bütün ilxlarıma başçı qoyaram. Hələ iş başlamamış təklif eləyir. Bu yandan Şöklü Məliyin fikir burada da bitir, təzə epizoda keçirik. Bu yandan Şöklü Məlik keyfi köy, kafirlərlə yeyib içib oturmuşdu. Dedi, bəylər, bilirsinizmi qazına necə heyif vurmaq olar? Bu artıq Şöklü Məliyin öz fikridir. Boyuzun burla xatını gətirək, badə paylasın. Boyuzun burla xatun bunu eşitdi. Ürəyinə, canına od düşdü. 40 incə belli qızın içinə girib məsləhət verdi. Dedi, Qazan bəyin xatunu hansınızdır deyə hansınıza yapışarlarsa 40 yerdən səs verərsiniz. Problemin həll elədi. Şöklü Məliyə adam gəldi. Qazan bəyin xatunu hansınızdır deyə soruşduqda 40 yerdən səs gəldi. Hansıdır bilmədilər. Kafirə xəbər verdilər. Birinə yapışdıq 40 yerdən avaz gəldi. Bilmədik hansıdır dedilər. Kafir dedi, ədə gedin, Qazan xan oğlu Uruzu da atıb çəngəldən asın. Ağ ətindən qıyma-qıyma çəkin. Qara qavurma pişirib 40 bəy qızını aparın. Hər kim yedi o deyil. Hər kim yemədi odur. Götürün gəlin şərab paylasın. Boyuzun burla xatın oğlunun yanına gəlir. Kafirlərin fikirlərini dəyişiblər. Deyiblər ki, Qazanın oğlu Uruzu həbsdən çıxardıb ölkənlə boğazından asın. 2 kürəyindən çəngələ sancın. Qıyma-qıyma ağ ətindən çəkin. Qara qavurma edib 40 bəy qızına paylayın. Hər kim yedi o deyil.
Hər kim yemədi, o Qazanın xatunudur. Çəkin gətirin şərab paylatdıraq. Sənin ətindən ay oğul, yeyimmi? Yoxsa ağan Qazanın namusunu tapdayımmı? Neyniyim ay oğul, dedi. Uruz da ağzın qurusun, ana. Dilin çürüsün, ana. Ana haqqı Tanrı haqqı deyilməsəydi, qalxıb yerimdən durardım, yaxandan, boğazından tutardım, qaba dizimin altına salardım. Ağ üzünü qara yerə çırpardım. Ağzından, üzündən qan şoruldayardı. Can şirinliyini sənə göstərərdim. Bu nə sözdür? Sakın xanım ana, mənim üzərimə gəlməyəsən, mənim üçün ağlamayasan. Qoy məni xanım ana çəngələ satsınlar, qoy ətimdən çəksinlər, qara qovurma edib 40 bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə sən iki ye. Kafirlər duymasınlar, səni tanımasınlar. Onlara şərab paylayıb atam Qazanın namusunu sındırmayasan sakın. Oğlan belə deyəndə gözünün yaşı cildir-cildir axdı. Boyu uzun, beli incə Burla xatun boyun qulağını tutdu, yıxıldı. Payız alması kimi al yanağını yırtdı, dağıtdı. Qarğı kimi qara saçını yoldu. Oğul, oğul deyib car-car ağladı. Uduz dedi, xanım ana, qamağımı kəsib nəyin liyirsən? Niyə zarıyırsan, niyə ağlayırsan? Bağrımı, ürəyimi, nə dağlayırsan? Keçmiş günlərimi nə andırırsan, ay ana? Ərəb atları olan yerdə bir qulunu tapılmazmı? Ağca qoyunlar olan yerdə bir quzusu tapılmazmı? Sən sağ ol xanım ana. Atam sağ olsun, bir mənim kimi oğul tapılmazmı? Belə dedikdə anası dözə bilmədi. Ana gedib 40 incə belli qızın arasına girdi. Kafirlər Uruzu tutub qənalə dibinə gətirdilər. Uruz dedi, ay kafir, amandır, Tanrının birliyinə şübhə yoxdur. Qoyun məni bu ağacla danışım. Çağırıb ağaca soylanmış görək, xanım necə söyləmişdim. Sənə ağac, ağac deyirəmsə, öyünmə ağac. Məkkə ilə Mədinənin qapısı ağac. Musa-i Kəlimin əsası ağac. Böyük-böyük suların körpüsü ağac. Nəhəng-nəhəng dənizlərin gəmisi ağac. Əlinin düldülünün yəhəri ağac. Əlinin qılıncının qını ilə dəstəyi ağac. Burada dayanaq. O hansı şair idi ki, özünü əli qılıncı adlandırırdı. Onu da şərh bölməsində yazarsınız. Məni səndən asarlar, götürmə ağac. Götürsən, igidliyim səni tutsun ağac. Uruz hönkür-hönkür ağladı. Yanıq ciyərini dağladı. Bu zaman sultanım Salır Qazanla Qaracı Çoban çaparaq yetdi. Çobanın sapandının daşlığı 3 yaşal dana dərisindən, sapandının qolları isə 3 keçi tükündən idi. Hər atanda 12 batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə düşsə də toz kimi sovurlar, kül kimi ovlardı. 3 ilədək daşın düşdüyü yerin otu bitməzdi. Bayırda kök qoyun da, arıq toğlu da qalsaydı, sapandının qorxusundan qurd gəlib yeməzdi. Burada sapandını tərifləyirlər. Sultanım, Qaracı Çoban çatan kimi sapandını işə saldı. Dünya aləm kafirin gözündə qaraldı. Qazan dedi, Qaracı Çoban, qoy anamı kafirdən istəyim, at ayağı altında qalmasın. At ayağı iti, ozan dili çevik olar. Qazan kafiri çağırıb soylamış görək nə söyləmişdi. Ay şöklü məlik, qızıl taclı uca evlərimi götürüb gəlmisən, sənə gölgəlik olsun. Qiymətli xəzinəmi, bol gümüşümü götürmüsən, sənə xərclik olsun. 40 incə belli qızla Burla xatunu gətirmisən, sənə əsir olsun. Oğlumu götürmüsən, qulun olsun. Atımı götürmüsən, miniyin olsun. Dəvələrimi götürmüsən, yükün olsun. Ancaq qoca anamı gətirmisən, anamı ver mənə. Savaşmadan, vuruşmadan qayıdım, geri dönüm, gedim. Yəni burada da bir növ ana haqqı, Tanrı haqqı deyir. Atası ilə oğlu eyni xarakterdə, eyni düşüncədə idi. Kafir deyir. Qızıl taclı evini gətirmişik, bizimdir. Xanımını gətirmişik, bizimdir. Qaracı ananı da gətirmişiksə, o da bizimdir. Sənə vermərik, Yayxan keşiş oğluna verərik. Yayxan keşişin oğlundan da oğlu doğular, biz onu sənə əvəz qoyarıq. Belə dedikdə Qaracı Çoban acığı tutub dodaqları əsdi. Çoban dedi, hey dinsiz, huşsuz kafir, ağılsız, başsız kafir, qarşıda yatan qarlı dağlar qarıyıbdır, otu bitməz, qan qadalı irmaqları quruyubdur, suyu gəlməz, şəhanə-şəhanə atlar qarıyıbdır, qulun verməz, qızıl-qızıl dəvələr də qarıyıbdır, köşək verməz. Ay kafir, qacanın anası da qocalıbdır,
oğul verməz. Bu vaxt Qalın Oğuz bəyləri gəlib yetişdi. Xanım görə kimlər gəldi? Burada da yenə igidlərin tərifləri var. Qaradərə ağzında qara buğda dərisindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eləyən, bığını boynu dalında 7 dəfə düyünləyən igidlər igidi Qazan bəyin qardaşı Qaragünə gəldi. Sonra kim gəlir? Dəmir qapı Dərbənddə dəmir kimi hücumla alan 60 tutamlıq böyük nizəsinin ucunda igidləri böyüldən Qıyan Səlcuqoğlu Dəli Dondaz gəldi. Bu Dəli Dondaz əsərin əvvəlində var idi. Ne eləmişdi Dəli Dondaz? Ağam Qazan, məsləhətdir demişdi. Keçək üçüncüyə. Amidlə Mərdin qalasını vurub yıxan, dəmir yaylı Qıpçaq Məliyə qan qusturan, gələrək Qazanın qızını mətliklə alan, Qazan deməli qızı da var imiş. Oğuzun ağsaqqallı qocalarını görəndə o igidi əhsən deyən, al məxməl şalvarı, atı mavi qotazlı Qaragünə oğlu Qarabudaq da çaparaq yetişdi. Bu da həmçinin Dəli Dondaz kimi demişdi ki, ağam Qazan məsləhətdir və burada Qazan xanın qızının adı çəkilir. Demək ki, hər iki əsərdə, yəni 3 əsərin içində yox, sadəcə 2 əsərdə Qazan xanın qızı haqqında informasiya var. Elə Sallı Qazan evinin yağmalandığı boyda da, Uduzun dustaq olduğu boyda da Qazan xanın qızı haqqında informasiya əldə edirik. Əgər belə tipli testlər var, yalnız birinə aiddir, yalnız ikisinə aiddir, yalnız üçünə aiddir. Qazan xanın qızı haqqında informasiya var desələr, bu ikisinə aiddir. Biri indi oxuduğumuz, bir də ki, oğlunun Uduzun əsir düşdüyü boydur. Unutmayın. Daha sonra keçək 4-cü məsələyə. İcazəsiz Bayındır xanın düşmənini basan, 60 min kafirə qan qusturan, Ağboz atının yalı üzərinə qar yığan qəflət qocaoğlu Şir Şəmsəddin. Şir Şəmsəddinin bu informasiyası əsərin əvvəlində də var ki, Bayındır xan düşmənini məğlub edir. Amma burada icazəsiz sözü əlavə informasiyadır. Keçək 5-ə. Çalım çarpaz çalmaqla çal qaranquş əldəmli, qurama qurşaqlı, qulağı qızıl küpəli, Qalın Oğuz bəylərini bir-bir atından yıxan Qazlıq Qocaoğlu Yeynək bəy də çaparaq gəldi. Yeynək bəy haqqında biraz əvvəl informasiya var idi. Nə idi? Qazana keşiş demişdi. Bunun ardınca xanım görək kimlər yetişdi. Pasabunun Bayburt hasarından sıstayıb aşan al rəngli otağına qarşı gələn 7 qızın ümidi, Qalın Oğuzun müjdəçisi, Qazan bəyin silahdaşı, bax bu önəmli informasiyadır, Beyrək gəlibdir. 7. 60 təkə dərisindən olan, kürkü topuqlarını örtməyən, 6 erkək dərisindən papağı qulağını örtməyən, qulağı yekəymiş o zaman, qolu budağı uzunca, baldırları incə, Qazan bəyin dayısı at ağızlı, Aruz Qoca. Bilirsiniz ona niyə at ağızlı deyirlər? Çünki əsərin sonunda Aruz Qoca xəyanət edir bu İç Oğuza. Kafirlərin it ardına qoşub alçaldan, eldən çıxıb ayğılı suyunda at üzdürən, 57 qalanın açarını alan, Ağ Məlikin çeşmə qızı ilə evlənən, Sufi Sandal Məliyə qan qusturan İlək Qocaoğlu Alpərən. Bax bu İlək Qocaoğlu Alpərən, bunun qardaşı evdə şəhid olmuşdu. Deməli, İlək Qocanın 2 oğlu, biri ovda olur, digəri isə evdə olur. Evdə olan şəhid olur, ovda olan isə qayıdıb gəlir. Saymaqla bəylər tükənməz, hamı yetişdi, təmiz suda yuyundular, namaz qıldılar və ondan sonra döyüş başladı. O gün cəsur ərgitləri bəlli oldu. O gün namətlər gizlənməyə yer axtardılar və bəy nökərlərindən, nökər bəylərindən ayrıldı. İndi döyüş başlanır. Dış Oğuz bəyləri ilə Dəli Dondaz sağdan, cəsur igidlər də Qaragünə oğlu Dəli Budaq soldan, İç Oğuz bəyləri ilə Qazan mərkəzdən düşmənlərin üzərinə hücuma keçdi. Şöklü Məliyə çatdı, böyüldü, atdan yerə saldı. Qəfilcə tutub başını kəsdi. Yəni Şöklü Məlik artıq öldü. Bir zərbə ilə al qanını yer üzünə tökdü. Sağ tərəfdən qara tükən Məliklə Qıyan Səlcuqoğlu Dəli Dondaz qarşılaşanda sağ yanını qılınclayıb yerə saldı. Sol tərəfdə Buğacıq Məliklə Qaragünə oğlu Dəli Budaq qarşılaşdı. 6 pərzli göz ilə təpəsinə möhkəm zərbə etdi. Dünya aləm Buğacıq Məliyin gözünə qaraldı. Atın boynunu qucaqlayıb yerə sərdi. Yəni hamısını öldürüblər kafirlərin. Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə saldı. Dərələrdən, təpələrdən kafirlərə qırğın düşdü. Leşlərinə quzğun toplaşdı. 12 min kafir qılıncdan keçdi. Oğuz igidlərindən 500-ü şəhid oldu. Yəni Oğuz igidləri şəhidsiz qalmayıbdı. Qaçanı öldürmədi və böyük qənimət əldə elədilər. Qazan bəy öz qoşununu, arvad uşağını, xəzinəsini aldı. Qızıl taxtına geri döndü. Yeni evlərini tikdirdi. Qazı çobanı Əmbir Axur etdi. O yolda demişdi, o sözə görə. 7 gün 7 gecə içmək oldu. 40 nəfər qulu, 40 nəfər kənzi oğlu Uruza görə azad etdi.
Bu eynisi Xurşidbanın Natəvan əsərinin sonunda da var. Qulların azad olunması. Cəsur qoç igidlərə çoxlu torpaq verdi, çuxa, arxalıq verdi. Dədə Qorqud da gəlib boy boyladı, soy soyladı. Bu Oğuznaməni düzdü qoşdu və sonu da belə bitir. Hanı dediyim bəyənənlər, dünya mənim deyənlər, əcəl aldı, yer gizlədi. Fani dünya kimə qaldı? Gəlimli, gedimli dünya. Sonucu ölümlü dünya. Xeyir-dua verək xanım. Qarlı uca dağların yıxılmasın, kölgəli kindir ağacın kəsilməsin, coşqun axan gözəl suyun qurumasın, Tanrı səni namərdə möhtac etməsin. Bununla da Sarı Qazan evinin yağmalandığı boy bitir. Əsərin təhlilində ilə bizim danışdığımız informasiyalar öz əksini tapıbdır. Yeni bir informasiya yoxdur və əsərlə bağlı nə qaranlıq məqamınız varsa şərh bölməsində də qeyd edə bilərsiniz. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.